Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə üzdə olan gənə, ümumiyyətlə dəridə olan gənə və göbələk haqqında danışacağım. Çox suallar gəlir. Kimi açmırsa mənim videom ki, bilirəm kimləri açmır. Əlbəttə ki, sizə çətin gələ bilər ki, necə ola bilər ki, az müddətdə Məryəm xanımın 400 minə çatan takipçisi olsun, 40 min yox 400 min, maşallahlar olsun və milyonlarla insanın dualarını oxuyursunuz bütün videolarımın altında. O bəzi bir-iki insancıqları çox pis təsir edir. Sizin üçün deyil zaten. Mənim üçün dəyərli olan, biri-birindən qiymətli, xətirli, hörmətli, səviyyəsi səviyyəmə uyğun olan, tərbiyəsi tərbiyəmə uyğun olan izləyicilərim üçün danışıram ki, əziyyətimə də dəyər verib dualar yazırlar. Bəli, çox suallar gəlir ki, Məryəm xanım, üzdəki gənəyə nə etmək olar? İndi sizə elə bir şey deyəcəm ki, həqiqətən də elə ikinci dəfədən təsirini görəcəksiniz. Ucuz bir şeydir, amma təsirini görəcəksiniz. Mən zaten ucuz şeylər paylaşıram ki, hamının gücü çatan olsun. Bugün yenə öz ev halımdayam. Çünki mən də özüm də bu sabundan indi sizə göstərəcəm iminlə hansı sabundur. Həftədə bir dəfə zat mən mütləq istifadə edirəm. Çünki nə qədər gözəl olduğunu bu Degtярная mıla, rus dilində Degtярная mıla, Azərbaycan dilində deməli, səhv salmayın, kükürt deyil bu, kükürtlü sabun deyil. Qətran sabınudur. Azərbaycan dilində qətrandır, amma rus dilində Degtярный, dioqat yəni qətran. Deməli, kükürtlü deyil, bir də təkrar edirəm. Amma qətranlı və kükürtlü olanı da var, Degtярный, serni olanı da var, onu da istifadə edə bilərsiniz. Mənim əzizlərim, baxın, bu ucuz bir sabun. Bütün mağazalarda satılır. Mən üstünə kağızlı şəklinə qoyacağım, çünki mən atmışam, danışanda ekranda gedəcək, görəcəksiniz. Çox ucuzdur, hədsiz dərəcədə, amma prişikləri bir gecədə qurudur. Deməli, necə? İndi isə istifadə qaydasını deyəcəm. Bu sabunun bir dənə pis işi odur ki, quru dəri üçün olmaz. Çünki qurudur. Yəni, etsəniz də belə, heç olmasa həftədə bir dəfə yuya bilərsiniz üzünüzü. Çünki çox antiseptik təsir göstərir, göbələyi məhv eləyir. Varsa dediyim kimi, gənə onu məhv eləyir. Təsəvvür eləyin ki, mən kitabları oxumuşam bu haqda. Yəni, dioqat haqqında kitablar, professorların, bilim insanlarını, ona görə deyirəm ki, mən araşdırıram. Mikroskop altında baxırlar necə də gənəni bu məhv eləyir. Belə ucuz olasan, sənin canında belə həşirlər olsun və Məryəm xanım da bunu sizlərə deməsin. Mənim əzizlərim, ürəyim partlayar mənim. Deməli, mən dediyim kimi, həftədə bir dəfə prosto antiseptik təsir göstərir. Ona görə istifadə edirəm. Siz də istifadə edə bilərsiniz. Necə? Deməli, əlinizi yaxşı-yaxşı birbaşa üzünüzə vurmursunuz. Üzünüzü yuyursunuz. Bunu qəşək-qəşək sabunlayırsınız ki, indi mən də eləyib sizə göstərəcəm. Yağlı dərini, gənə niyə əmələ gəlir? Mikrob düşür və yaxud o qədər yağlı olur ki, o yağ onlarla yağlı dəridə o yağla qidalanırlar, pitasiya edirlər həmən gənələr. Bax, bu sabun da o yağı da o gənələri də məhv eləyir. Əlinizi qəşək-qəşək suluyub köpükləndirirsiniz. Gözünüzün altı olmadan üzünüzü masaj edirsiniz yavaş-yavaş. Çox quru dəri varsa bir 20-30 saniyə saxlayıb yuyursunuz. Amma yağlı dəridirsə 1 dəqiqə, 2 dəqiqə saxlaya bilərsiniz. Qurudu mu yuyursunuz. Və həftədə 2-3 dəfə eləyə bilərsiniz gənə olanlar. Amma elə belə mənim kimi antiseptik təsir göstərsin deyənə, dərini ağartsın deyə həftədə 1 dəfə. Çox az saxlamaqla bura vurursunuz, yoxluyursunuz, bəlkə sizə düşməz. Qızarma zad, allergiya varsa vurmayın mənim əzizlərim, həssas dəridirsə. Deməli, prişiklər, axşam gördünüz ki, üzünüzdə bir prişik var, səhər gedən yeriniz var. Bunu qəşək əlinizi köpükləndirirsiniz, ancaq və ancaq toçiçinə, harada prişiklər varsa ora vurursunuz. Yumuyub yatırsınız, üzünüzə yox ha, prişiklərin üstünə. Səhər durub görəcəksiniz ki, prişiki, yəni sızanağı qurudur. Özünüz də dəhşətə gələcəksiniz. Gənə olan üzlərdə isə, göbələk olan üzlərdə isə, əgər kipriyinizdə gənə varsa, saxlamamaq şərti ilə çox vaxtı eşidirəm mən ki, gənə başqa adamların tujundan, zadından istifadə eləməyin, mənim əzizlərim. Çox ehtiyatlı olun. Üzünüzü bir dəfəlik dəsmallara silin. Var, məsələn, Rusiyada satılır. Belə qabların içinə qoyuruq, oradan çıxardıb silmək. Siz də elə. Çünki o elə keçicidir, o gənə keçicidir. İndi mən sizə göstərəcəm ki, üzümü gedim ondan vurum, gəlim sizə ardını danışım. Baxın, vurdum, üzümə gəldim. Əlinizin üstünə də vura bilərsiniz. Qəşək-qəşək köpükləndirib vurdum. Gözümün altına vurmamaq şərti ilə üzümü yaxşı-yaxşı masaj elədim, qurudu və görəcəksiniz, yağlı dəriləri olanlar o qədər sevəcəklər ki, dartır dərini, elə gözəl eləyir ki, nəsə də varsa, sızanaqsa, çıxasıdırsa da onun qarşısını alır, varsa da prişik, nə bilim nə, onu qurudur, əməlli başlı. Yəni möcüzədir, ucuz olmağına baxmayaraq möcüzədir. Və üzünüzü yuyursunuz ilıq
su ilə dedim kim nə qədər saxlaya bilər. Mən məsəl üçün üstündən bilənlər bilir məni, Bepantinin uşaqlar üçün olan kremini yox, mazını vururam üstündən. Çoxunuz yazdınız ki, Məryəm xanım bu bahadır, düzdür. Kim üçünsə 20 manat baha ola bilər, düzdür. Mən ayağıma istifadə edirəm, amma inanın ki, tərkibi eynidir. Baxın, Dexpantenol aptekdən ala bilərsiniz, bu ucuzdur. Bu hardasa bir 10 manat zad eləyər. Yəni bu tərkib eynidir. Prosto mən buna öyrəndiyim üçün həmişə bunu alıram. Bunu isə ayağıma, dabanma zadıma istifadə edirəm. Əlimə isə bunu Nivea'nın bu kremini vururam. Çünki əlimi də eləyirəm masaj. Baxın, əlinizi də nəzərdən saxlamayın mənim əzizlərim. Çünki əlimizə də ləkələr düşür, qırışlar düşür. Yəni özünüzü qoruyun, özünüzə dəyər verin. Həftədə 1-2 dəfə bunu eləyin. Özünüz görəcəksiniz, rənginiz açılacaq. Kimdə gənə zad varsa məhv olacaq. Gəlib yazacaqsınız ki, Məryəm xanım Allah sizdən razı olsun. Mənim əzizlərim, buna da sizə öyrətdim ki, nəyi nətər edirsiniz. Yaranı da qəşəng antiseptik eləyir və bir gecəyə frişikləriniz quruyur. Gənələr də qışqıraraq qaçacaq üzünüzdən, dərinizdən. Ayağınızda göbələk varsa yuyursunuz, barmaqlarınızın arasını hər gün yaxşı təmiz dəsmalla da qurudursunuz. Göbələyə də dedim, gördünüz, gənəyə də. Daha nə istəyirsiniz mənim əzizlərim? Dəyərli bacı qardaşlarım, Məryəm xanımın başqa qızıl qaydalarını bilmək istəyirsinizsə, baxın, bütün dünyaya artıq səs salmışam. Nəyə görə? Çünki nə Azərbaycanda, nə xarici ölkədə ili 20 manata, yəni bircə dəfə 20 manat ödəyib qrupa girməyiniz, qızıl qaydalar öyrənməyiniz, dərmansız həyata qayıtmağınız, qəbizlikdən azad olursunuz bağırsaq açıcı vasitələrdən istifadə etmədən. Nə siyena çayı, aclıq otu, dəvə gözü, çünki mən bir mütəxəssis olaraq bilirəm ki, onlar dəhşət saçır. Faydalı, faydasız bakteriyalar var, hansı ki bizim immun sistemimiz üçün o faydalı bakteriyalar deməkdən yorulmuram, cavabdehdir. Siz onları həmən çaylarla yuyub aparırsınız. Arıqlama çayı, arıqlama kofesi sizə satıb sizi şikəst edirlər. Bütün bir çox tanınmışlar özünüz də eşitmiş olarsınız ki, Allah rəhmət eləsin, rəhmətə gediblər, onları içməkdən pis xəstəliklər əmələ gəlir. Mənim qrupumda bunlar yoxdur. Su diyeti ümumiyyətcə yoxdur. Çünki məni belə öyrədiblər. Biz belə təhsil almışıq ki, olmaz. İmmun sisteminiz aşağı düşür, qanınız aşağı düşür. Tam sağlam həyat tərzi sürmək istəyirsinizsə, bircə dəfə 20 manat ödəyəcəksiniz. Xanımlar üçün qrupum ayrıdır, bəylər üçün qrupum ayrıdır. Hələ Məryəm xanımın başqa qızıl qaydaları da var. Hamısını həmən qrupa girib 20 manat ödəyən kimi sizlərlə bölüşürəm əzizlərim. Buyura bilərsiniz, amma nömrəmi, WhatsApp nömrəmi düzgün yazsanız, siz də mənim sağlamlıq orduma qoşula bilərsiniz. Sizlər də mənə dualar eləyə bilərsiniz. İstəyirsinizsə, əliniz gəlirsə, bircə dəfə 20 manat ödəyib, sağlığınıza qovuşub, toksinləri orqanizmdən sağaltmaq, çıxartmaq, təmizləmək, onda nömrəmi necə tələffüz edirəm, o cürə də yaddaşa salın. İstər kənddən, rayondan, şəhərdən, xarici ölkədən, Rusiyadan, hardan yazırsınızsa yazın. Özünüzdən rəqəm əlavə eləsəniz, tiriyə əlavə etsəniz tapmayacaqsınız. Çıxmayacaq WhatsApp-ım. Necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94.